düşünürəm ki, bir çox yerdə iş tapa bilərəm. İkinci semestrdə isə artıq 5-dən 5-i də ingilis dilində götürülürdü dərslər, fənlər. Final imtahanlarından əvvəl, aralıq imtahanlarından əvvəl, ümumilikdə isə burada mümkün deyil, amma və istifadə edirdim. Düzdür, hər bir müəssisənin özünün daxili qaydaları bunu tələbə icazə vermir, amma yenə də Həsənov Arif, 3-cü kurs tələbəsi, mühasibat ixtisasını tələb alıram, Biznes və İqtisadi fakültəsinin tələbəsiyəm. Bu universiteti və ixtisası seçməyinizə əsas səbəb nə oldu? Universiteti əsas seçməyim səbəb bu idi ki, ilk açan universitet və marağımı çox cəlb eləmişdi. Bundan savayı isə həm bizə yaxın idi, rayon olaraq mən bura yaxın qalıram. Ən başlı səbəblərdən biri də bu idi. İxtisas seçməyimə səbəb isə mühasibatlığa həm də iqtisadiyyata marağım vardı. İlk yerə maliyyə yazmışdım, ikinci yerə mühasibatlıq yazmışdım, amma balım çatdığı üçün isə mühasibatlığa qəbul olmuşam və qardaşım da hal-hazırda özü mühasibatlıq fəaliyyəti göstərir deyə bu da məni cəlb eləyir ki, mən bu sahədə qardaşımla birlikdə davam edə bilərəm. Bu universitet və ixtisas haqqında sizə ən çox verilən sual nə olub? Gələcəkdə nə iş deyəsən? Sual verirlər tez-tez. Mən isə yəni bütün fəaliyyətlər deyim, bütün fəaliyyətlər yox da, bütün müəssisələrdə iş tapa bilərəm deyə düşünürəm. Çünki mühasibat elə bir sahədir ki, bütün müəssisələrin özəyi kimi qiymətləndirilir və mən düşünürəm ki, bir çox yerdə iş tapa bilərəm. Universitet haqqında çox verilən sual isə təhsilin ödənişlidir yoxsa ödənişsizdir sualıdır. Təbii ki, buna da cavab konkret olaraq ödənişsizdir, dövlət tərəfindən dövlət sifarişi fəaliyyət göstərir. Təqaüd imkanları necədir? Hal-hazırda sadə stipendiya alıram 110 manat. Maksimum 195 manat ola bilər və əlavə 500 baldan yuxarılara 50 manat, 600 baldan yuxarılara isə məqsədi təqaüdlər 100 manat təşkil edir. Gündəlik nə qədər xərciniz çıxır? Gündəlik xərcim yeməyə çıxır ki, bu da bir öyn yeməyi, istədiyiniz yeməyi seçməkdən asılıdır. Minimum 10 manat, maksimum 20 manat çıxa bilər, amma təbii ki, tələbəyə görə dəyişir. Asudə vaxtlarınızda əsasən hansı fəaliyyətlərlə məşğul olursunuz? Asudə vaxtlarımla, qrup yoldaşlarımla, tələbələrlə, yəni vaxt keçirməyi xoşlayıram. Bu universitetdə və ixtisasda oxumağın ən böyük üstünlüyü nədir? Bu universitetdə oxumağın ən böyük səbəbi budur ki, mən burada təhsilin ingilis dilində olduğunu bizə kiçik bir məqamda deyilmişdi və bu hal-hazırda davam etdirilir. Bizə artıq 1-ci kursda ingilis dili dərsləri keçildi ki, biz ingilis dilini öyrənə bilək. 2-ci kursdan etibarən isə artıq bütün fənlərimiz bizdə ingilis dilindən olmağa başladı. 5 fənnimizin 5-i, 2-ci kursun 1-ci semestrində 5-dən 4-ü, 2-ci semestrdə isə artıq 5-dən 5-i də ingilis dilində götürülürdü dərslər, fənlər. İmtahanlarımız olsun, quizlərimiz olsun, final imtahanlarımız olsun, aralıq imtahanları olsun, hər biri ingilis dilində götürülür. Bu ixtisasda oxumaq sizi hansı cəhətdən inkişaf etdirir? Bu ixtisasda oxumaq məni bu cəhətdən inkişaf etdirir ki, mən düşünürəm orta məktəblərdə də artıq iqtisadiyyatla bağlı kiçik bir məlumat versinlər ki, tələbələrimiz və yaxud da abituriyentlərimiz həyatla bağlı bir kiçik göz açılması olsun onlarda. Çünki iqtisadiyyat elə bir fəndir ki, sən artıq həyatın necə davam etdiyini və ümumi fəaliyyətlərin necə olduğunu görə bilirsən. Analiz edə bilirsən, düşünə bilirsən, götür-qoy etmək daha rahat olur. Bu cəhətdən inkişaf etdirir məni. Universitet həyatınız gözlədiyiniz kimi keçirmi? Gözlədiyim yox idi, çünki ilk qəbul olduğu üçün, yəni heç bir şey gözləmək burada mümkün deyil, amma artıq gözlədiyim kimi keçir deyərdim. Həm sosial baxımdan, həm təhsil baxımından, həm də universitet heyəti baxımından çox razıyam. Bu universiteti digər universitetlərdən fərqləndirən əsas cəhət nədir? Əsas cəhət tələbə yönümlü olmasıdır. Çünki tələbələr üçün çox şey eləyirlər burada. Yəni tələbələrə yanaşma, dərsin tədrisi falan, bunlar həqiqətən gözə çarpıcı bir şeylərdir. Bir də ki, mənim üçün ingilis dilində olmasıdır ki, bu təhsil ingiliscə davam etdirilir və hal-hazırda bunun üzərinə çox düşünülür. Bu ildən artıq qəbullarda da tədris ingiliscində artıq qəbula başlayırlar. Qarabağ Universitetində tələbənin bir günü necə keçir? Xankəndə bir gün səhər oyanmaq normal qaydada, universitetə gəlirik, universitet dərsləri keçdikdən sonra tələbə yoldaşlarımla birlikdə kantinə ilk növbədə nahar edirik. 13-10-da dərsdən çıxandan sonra nahar edirdik. Nahardan sonra isə hər kəs evinə dağılır. Evinə dağıldıqdan axşamüstü isə artıq universitetdə olan idman zalına gəlirdik. Velosiped sürürdük universitet həyətində. Sonra kitabxanadan istifadə edirdik, hansı ki, bunun daha çox imtahan ərəfələri, tələbə olduğumuz üçün imtahanda daha çox vaxt qaldıqda bunu edirdik. Ümumi belə xülasə kimi desəm, dərs, yemək, tələbə yoldaşlarımla birlikdə vaxt, yatmaq. Dərslərdə öyrəndiklərinizin praktik faydasını hiss edirsinizmi? Bəli, hiss edirəm. Mən keçən il Kapital Bankda təcrübədə olmuşdum. Həmin təcrübə zamanı isə orada verilən bəzi suallar olsun, müştəri yönümlü davranışlar olsun ki, bunlar mənə dərslərdə öyrədilmişdi və istifadə edirdim. Düzdür, hər bir müəssisənin özünün daxili qaydaları bunu tələbə icazə vermir, amma yenə də ümumi öyrətdikləri proseslərdə çox kömək olmuşdu. Universitetin akademik heyəti haqqında düşüncələriniz nədir? Universitetin akademik heyəti hal-hazırda cavan müəllimlərdən təşkil olunub əksər üstünlük elədi. Bu isə bu baxımdan belə sərfəli görünür ki, tələbəni daha yaxşı başa düşə bilirlər. Niyə sualını versəm əgər? Çünki cavan insan o deməkdir, daha çox
tələbə həyatına yaxındır. Özü də bizi başa düşə bilir və buna nəzərən rəftar aparır bizə. Sizcə, sizin ixtisasınızı seçən birinci kurs tələbələri ən çox hansı mövzularda yanılırlar? Mühasibatlığa sadəcə bir peşə kimi və iş kimi baxmamalısan. Niyə? Mənim öz fikrim belədir ki, çünki mühasibatlıq daha dərin və daha insanları yönləndirən bir sahədir. Burada nəinki mühasibatlıq, elə iqtisadiyyatın özü deyərdim belədir ki, biraz əvvəl də yəni bildirmişdim bu iqtisadiyyat insanın gözünü açır, həyata baxış tərzini dəyişdirir. Yəni bunlar düşünməməlidirlər ki, mən sadəcə elə bir peşə olsun, mən gedim burada işləyim və maaş alım. Bu o deyil. İşi sevərəkdən, bilərəkdən, dərinləməsinə öyrənərəkdən, tam ətraflı bilərəkdən yanaşmaq lazımdır və seçərkən beyində kiçik bir tərəddüd qalırsa belə bunu etməməlidir. Bu ixtisasda oxumaq səndə nələri dəyişdi? Burada oxumaq məndə dünya görüşümü dəyişdi. Bununla yanaşı isə yeni açılan və yeni başlayan bir müəssisənin nələr edə biləcəyini tam fərqli göstərdi. Çünki bizdə mühasibatlıqda müəssisələrin necə fəaliyyət göstərdiyini və analizlər apardığını da görə bilirik. Bu isə burada tamam fərqli ola biləcəyini mənə göstərdi. Universitetdə verilən qərarlar tələbə rəyinə əsaslanırmı? Bəli, əsaslanır. Bunu belə nümunə verə bilərəm ki, bizdə sorğular göndərilir. Final imtahanlarından əvvəl, aralıq imtahanlarından əvvəl, ümumilikdə isə tələbələr üçün atılacaq addımlarda hansı ki, tələbələrin rəyi lazım olan məlumatlarda bu edilir daha çox. Bəli, göstərilir. Məsələn, dəyişdiyimiz bir şey olub ki, biz tədrisin ingilis dilində olmağını istəyirdik. Birinci kursda bu daha az idi. Çünki bizdə ingilis dilli dərslər daha çox keçdi. Amma artıq ikinci kursdan etibarən bizim ixtisasda fənlər artıq 4-ü, ikinci kursun ikinci semestrindən isə artıq 5-i də ingilis dilində olub. Bu universiteti seçmək istəyən abituriyentlərə nə demək istərdiniz? Əgər siz təhsilə önəm verirsinizsə və sosial həyatınızı özünüz qura biləcəyinizə inanırsınızsa, buranı seçməyi tövsiyə edirəm. Səni həqiqətən inkişaf etdirən bir dərs və ya müəllim olubmu? Bir neçə müəllim demək istəyirəm və fən demək istəyirəm. Karyera fənnimiz olub, hansı ki, Nigər xanım tədris edib onu bizə. Onun sayəsində mən daha çox gələcəkdə magistr həyatımda nələr edə biləcəyimi öyrənmişəm və hal-hazırda da özü yenə bizə dəstək olmağa çalışır da. Sonra mühasibatlıq dərsimizi hansı ki, İsa müəllim və Firidun müəllim tədris edir bizə. Onlar da bizim elə peşə müəllimlərimizdir. Onlar sırf mühasibatlıq fənlərini tədris edirlər. Onlardan da bir xeyli şey öyrəndim. Abituriyent illərinə qayıtsan, yenə də bu universiteti və ixtisası seçərdinmi? Abituriyent illərimə qayıtsam, bəli, bu universiteti seçərdim. Video boyu da sadaladığım məlumatlara əsasən də bunu bilmək olar. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdin? Sizə demək istəyərdim ki, Qarabağa gəlib bizimlə video çəkdiyiniz üçün təşəkkür edirəm. Abituriyentlərə demək istəyərdim ki, Qarabağ Universitetini seçmək sizin gələcək karyeranızda sizə çox dəstək olacaq.